milli azlıq filanlar. Biz Gürcüstanda bütün millətlər dinindən, millətindən asılı olaraq bir vətənin, bir torpağın evladıyıq. Bir-birimizdən asılıyıq. Və bir-birimizdən asılıyıq. Yəni, əgər biz məntəqədəki bizim xalqı, zəhmətkeş xalqı bəzi zəhmət çəkdiyindən dövlətə xidmət edir, onu aradan götürsən, görərsən ki, bizim bir çox şeylərimiz, yəni kənd təsərrüfatında və yaxud da başqa sahələrdə və yaxud da ticarət sahəsində boş qaldı. Yəni, ehtiyacı var kənd təsərrüfatına bu vətənin ki, inkişaf edir. O da elhamdülillah biri xalqımız, biz zəhmət çəkirik, başqa yerdə başqası zəhmət çəkir, başqa yerdə başqası zəhmət çəkir. Nəticədə, yəni hamı bir-birindən əməkdaşlıqdır və hamı bir-birinə bağlıdır. Ona görə gərək ədalətə, həmişə öz vətənimizdə ədaləti gərək bərpa olunsun. Bütün vətəndaşlara bərpa olunsun, nəinki millətlərə bölünsün. Deyək ki, bu millətə, o millətə birinci, ikinci, üçüncü yoxdur bizdə. Bütün vətəndaşlar bərabər hüquqludur və haqqıdır və gərək öz haqqına çatar və əmin-amanlıqda yaşamaq və bərabərlik. Amma biz bərabərliyə də riayət edəməliyik, müsavat, bərabər. Həm hörmətlə yaşamalıyıq, biz burada basılaraq, özümüzü qısaraq yox, hörmətlə, hörmət, ədalət, azadlığımız, əmin-amanlığımız təmin olunmalıdır, kəramətimiz həmişə bərpa olunmalıdır, hüququmuz və bərabərliyimiz. Bu şeylər təmin olunmalıdır öz vətənimizdən və biz də tələb eləməliyik və gərək də ki, əgər haqqımız tapdalanırsa da mütləq gərək onu da tələb edək inşallah. Öz yolundan tələb edək, birlikdə tələb edək. Ümidvaram inşallah gələn günlərimizdə inşallah bu dediklərimizə daha çox riayət edərlər. Bundan qabaq bir qədər həmişə riayət olunur, amma biz daha kamil formada riayət olunmasını istəyirik inşallah ki, ölkəmizdə bəzi adamlara qarşı ki, fitnə yaradan insanlara qarşı, millətlər arası, fitnə yaradan dinlər arası, fitnə yaradanlara gərək dövlət və orqanlar ölçü götürə olaraq, özü ciddi bir ölçü götürə və fərq qoymadan bir ölçü götürə, vətəndaş, millətindən, dinindən asılı olaraq bizim tövsiyəmiz budur, hökumətə və məmurlara və aidiyyatı olan qurumlara bizim tövsiyəmiz budur ki, bizim əmniyyətimizi